Salamlar hər kəsə. Bu günlərim San Francisco'da Alcatraz həbsxanasına gedəcəyik. Bu həbsxana ilə bağlı bir çoxlarınızın məlumatı var. Deməli, San Francisco'da Pier 33 adlı əraziyə yaxınlaşırsınız. Tiketləri, yəni istər onlayn, istərsə də gəlib burada yerində ala bilərsiniz. Gün ərzindəki bütün cədvəllər də alcatrazticket.com saytından əldə edə bilərsiniz. İndi ərazini də sizə göstərəcəm. Ümumi kruz hissəsindən də çəkilişləri əlavə edəcəm. Bu hissə bilet alacağınız nöqtədir. Əgər onlayn almışsınızsa, orada qeydiyyatdan keçərək yaxınlaşırsınız və bu ərazi də gəmilərə, kruzlara minmək üçün gözləmə ərazisidir. Daha sonraki mərhələdə buradan adaya səfərlər təşkil edilir və adaya düşdükdən sonra da həbsxanada ümumi bir gəzinti olacaq. Bütün proses təxmini olaraq 2 saat, 2 saat yarım çəkir və günün həftə içi və həftə sonu daxil olmaqla bir çox vaxtlarında gediş-gəlişlər var və rahatlıqla da siz bu prosesi San Francisco'ya gəldikdə yerinə yetirə bilərsiniz. Onu da deyim ki, indi mənim bir dostum gələcək, o da Austin'dən gəlir və burada parkinqlərdə mütləq qaydada diqqətli olmalısınız. Əgər public parking alırsınızsa, bacardığınız qədər qarajlardan istifadə edin ki, maşınınız daha təhlükəsiz olsun və maşınınız daxilində hər hansı şəxsi əşyalarınızı buraxmamağınızı tövsiyə edirəm. Yox, əgər sizin şəxsi maşınınız yoxdur və ya gəlməmisinizsə, şəhər daxilində Uber taksi xidmətlərindən istifadə edərək gəlməyiniz və ya metro ilə gəlməyiniz sizin üçün daha təhlükəsizdir. Ən azından maşınınıza yüklü miqdarda cərimələr yazılmaz və yaxud da siz əlavə ödənişlərdən azad olmuş olarsınız. Buradan da yavaş-yavaş gedəcək. Çıxırıq 3-cü mərtəbəyə, buradan da daha rahat şəkildə görə biləcəyik. Hal-hazırda Pier 33-dən, yəni San Francisco sahilindən hərəkət edirik. Təxmini bir yarım saatda çatacaq. Burada yenə San Francisco'ya gələn məsaj gördüyüdür. Mənim qaldığım şəhər təxmini o ərazidir. A self-guiding trail tour. You will find directions to these activities at the dock and on your... Bu məşhur Golden Gate Bridge-dir. Bu da həmin Alcatraz adası, yəni həbsxana. Bura gəminin 3-cü hissəsidir. Bu şəkildə rahat öncədən gəlib oturub izləyə bilərsiniz. If you are here because you have been a fan of the national parks and you want a passport stamp, you can get those in the window of the information booth that is to the right as you land on the dock here. Good afternoon, everyone who's just arriving. Come on over. I'm going to do your orientation for you once we get everyone off. Məlumat şeyləri If you are already yerləşdiriblər. waiting here on the dock, Müxtəlif if you dillərdə need var. assistance getting up and down the hill today, it's about a 10-minute walk to get to the cell house at the very top. We do have a tram. This little white vehicle here right by the restroom. It is very small. Doesn't have a lot of seats. So, can someone read me? What do you see on that sign above you? Indians welcome. Does that surprise anyone? Is that what you were expecting when you landed on a maximum security island? No. So, this comes from after the federal prison closed in 1969. There was a Native American occupation out here. It was a peaceful protest that lasted 19 months, over a year and a half. There was a big group of Native Americans from all over the country that lived on the island. They called themselves the Indians of all tribes. Why?
Gəlsiz audio alırsınız. 12 dildə tərcüməsi var və həbsxana haqqında məlumat əldə edirsiniz. Burada da istifadə edəcəyiniz dillər qeyd edilir. Adanın modeli var. Bu isə artıq start hissəsidir. Burada play-ə basacağıq. Yaxınlaşdıqdan sonra artıq This is the actual setup. I'm I like to think I'm a fairly skinny guy. I was skinny. I had a ildə bir adam qaçaq edibdir. Onun haqqında da məlumatı bu audioda qeyd edirlər və qarşı hissədə göstərdikləri birinci həbsxanada həmin şəxsə aid otaqda yaradıblar və o otaqdan qaçışını eləyə bilir. Bəzi hissələrdə girib içəridə həbsxanaya şəkil çəkdirə bilirsiniz. Müəyyən əraziləri bu şəkildə açıq qoyulur. Məhbuslar tərəfindən ixtişaş yaranır və bir neçə buradakı qardiyanlar ələ keçirilir və bunlardan biri də öldürülür. Təbii ki, ixtişaş müəyyən bir müddətdən sonra yatışdırılır və həmin vaxtı bu ixtişaşa başladan məhbusların ikisi öldürülür və daha sonra da digərləri edam etdirilir. Bu isə həbsxananın kitabxanasıdır. Hansı ki, ilərisində 75-100 ədəd kitab oxuyurlar. Müəyyən məzmunlu kitablarda məhbuslara verirlər. Məşhur mafya kinosundan izlədiyiniz Al Capone'da 1939-cu ildə burada olub. Bu hissədə recreation ərazisidir. Məhbusların gəlib də vaxtlarını keçirdiyib ölməli. Təsəvvür edin ki, asudə vaxtlarını bu ərazidə oyun oynayaraq və yaxud da istirahət edərək, gəzərək keçirirlər. Bu hissədə də mini bir stol yaradıblar. Alcatraz üçün buranı sizə göstərəcəm. Baxıb görək nə satılır.
Burada Al Capone'un şəkli. Burada maqnitlər var. İki ədəd bəcaldın. Bir dənəsi təxmini $7 təksirlikdir. Bu hissədə çıxış hissəsidir. Yaxşı tərəfi odur ki, belə turistik yerlərdə çox həm təmizlik, həm də restoran və s. üçün də bütün hər şeyi planlamasını ediblər. Buradan da birbaşa olaraq San Francisco mənzərəsinə baxa bilərsiniz. Ümumiyyətlə adaya tur çox maraqlı idi. Bütün tarixi hadisələrlə bağlı geniş bir məlumat verirlər. Burada Al Capone'la bağlı məlumat alırsınız. Həbsxanada baş verən inkişaflarla və burada olmuş indiyanlar, yerli xalq tərəfindən adanın mühasirəyə alınması prosesləri və s. haqqında geniş məlumatınız olacaq. Ümumi səyahət 2 saat, 2 saat yarım çəkir və yaxşı və gündə rahat şəkildə bura səyahətinizi planlaşdıra bilərsiniz. Bundan sonra isə çıxış nöqtəsinə gedib yenidən San Francisco'ya qayıdırsınız. Ümumi qiymətləri də onu deyim ki, $55-dır. Burada böyüklər üçün olan qiymətdir. Digər məlumatları linkdən tapa bilərsiniz. Hansı ki, onu da videonun şərh hissəsinə yerləşdirəcəm. Tur üçün verilən audio səsləndiricinin üçün əlavə hər hansı bir ödəniş etmişsiniz və gəldiyiniz kimi də növbəti gələn gəmi ilə, kruz ilə geri qayıdırsınız. Hal-hazırda yenidən geri qayıtmaq üçün gəmiyə